Bərdə Təzə Bazarın general direktoru Zülfü Tağıyev və ənənəvi tərəzi diplomatiyası. Bərdə Təzə Bazar bu ad çəkiləndə bəzilərinin ağlına təzə tərəvəz, bəzilərinin isə köhnə problemlər gəlir. Ancaq bu bazarın əsl siması heç nə ilə səhv salınmaz. Zülfü Tağıyev. Bəli, Zülfü müəllim özünü ticarətin Napoleonu, bazarın meneceri və ən əsası ədalətli tərəzinin müdafiəçisi elan etmiş şəxs. Zülfü müəllimin rəhbərliyi altında bazarda tərəziyə çıxmaq özəl sənət növünə çevrilib. Alverçilərin əksəriyyəti fizikanı, xüsusilə qravitasiyanı inkar edir, çünki onların tərəzilərində 1 kilo pomidor 700 qram gəlir. Ancaq qiymət yenə 1-2 manat. Zülfü müəllim isə bu tendensiyanı yerli ağıllı ticarət strategiyası adlandırır. Axı dünya dəyişir, amma Bərdə bazarında qiymət siyasəti sabit qalır, hər zaman baş ağrıdıcı. Bazarda ən böyük təhlükə nədir bilirsinizmi? Kassasız satış deyil, Zülfü müəllimin sabah keyfində olmamasıdır. Keyfində olmayanda bazarda havadan cərimə yağır. Bir nəfər 2 ədəd şaftalı satdı deyə ona qanunsuz meyvə dövriyyəsi maddəsilə xəbərdarlıq verilir. Deyilənə görə bir dəfə yaşlı bir qadın istiot satdığına görə ətraf mühitə qıcıqlandırıcı maddə buraxmaqla günahlandırılıb. Zülfü müəllim şəxsi həyatında son dərəcə təvazökar insandır. Deyilənə görə evində qapının zəngi işləmir, ancaq bazarda səsi megafon kimi gəlir. Əlində torba ilə gəzən kimdir o? Niyə marketin paketindədir? Bizim bazarda bu olmaz. Onun üçün etik davranış odur ki, satıcı onu görəndə ayağa dursun, müştəri isə danışanda qulağını tutub dinləsin. Zülfü müəllimin rəhbərliyi altında bazar artıq yerli iqtisadiyyatdan çıxıb, tam regional siyasət səviyyəsinə çatıb. Səbətində qırmızı pomidor olan müştəri avtomatik oppozisiya təmsilçisi, saralmış limon alan isə mülayim tənqidçi sayılır. Zülfü müəllim bazardakı narazı səsləri də rəqabətin müsbət təzahürü kimi qəbul edir. Axı demokratiya yalnız parlamentdə olmur. Bərdə bazarında da bağırmaq hüququ var.